Deyirsiniz, insanlar ateistləşir. Niyə də ateistləşməsin? Əgər sizin kimi dırnaqarası dindarlar İslamın əsas mənbəyi olan Quranı qoyub bir kənara, Qurana arxalanmayan hədisləri düşüncələrə həkk eləməyə çalışırlarsa, mən hədisin əleyhinə deyiləm, amma hədisi köməkçi bir vasitə kimi qəbul edirəm. İslamın əsas mənbəyi kimi yox. Dünən dinlədim sizin təbliğatınızı. Hədis gətirirsiniz ki, güya Allah ilkin olaraq 50 dəfə namaz buyurmuşdu. Sonra isə Peyğəmbərin xahişi ilə namazların sayını endirdi 17 rükətə. Ən qəribəsi də odur ki, müsəlmanların böyük bir qismi buna inanır. Halbuki bu Allahın özünə böhtandır. Qardaş, mobil telefonu kimsə onu ərsəyə gətirən mühəndisdən yaxşı tanıya bilər? Yox, təbii ki. Allahdan da yaxşı öz bəndəsini kim tanıya bilər? Sözünüzdən belə çıxır ki, Allah bəşəriyyəti problemlər içində qərq etməyə çalışır. Axı bu böhtan da Allahın özünə. Allah bilmirdimi ki, insanlar hər bir saatdan bir dəstəmaz alıb namaz qılası olsa, haçan cütləşəcək, haçan uşaq dünyaya gətirəcək, çiməcək, ayaq yoluna gedəcək, yemək pişirəcək, təsərrüfatla məşğul olacaq, işə gedəcək. Və Peyğəmbər sizin sözünüzdə Allahın qərarına düzəliş edir və Allaha tövsiyə edir ki, gəl bunu belə yox, elə eləyək. Absurddur axı bu. Halbuki Allah Quranda tamamilə, yenə də vurğulayıram, tamamilə 180 dərəcə əksini deyir ki, çətinləşdirməyin, sadələşdirin. Siz isə hədisləri üzə çıxardıb, Qurana zidd olanları təbliğ edirsiniz. Qurana qarşı, Allaha qarşı çıxmaq necə olur? Üstəlik bu məntiqsiz hədislər gətirməklə təəccüblənirsiniz ki, İslamı nə üçün tərk edirlər? O gün bir video yerləşdirmişdim, Musa Peyğəmbərin əsasının ilana dönməyi ilə bağlı. Elmi izahını verdik, hamıya da aydın oldu. Çünki cavabımız məntiqə, elmə əsaslanırdı. Sizin təbliğatınızda məntiq olmadığı halda hansı məntiqi düşünən insan arxanızca gedir? Sonra da deyirlər İslam pisdir. İslam yanlış deyir. İslamı sizin kimi səhv çatdıranlar bu stereotipləri yaradır cəmiyyətdə. Hansısa futbolçu yaxşı oynamırsa, musiqiçi zəif musiqiçidirsə, bu o demək deyil ki, musiqi də, idman da pisdir. İslam da belədir.